Sınaqda 6 nəfər müəllim iştirak edib. Digər müəllimlər səbəb nədir bilmirəm, niyə iştirak eləməyiblər. Amma həqiqətən də çox qəşəng sınaqdır. Bu elə sınaqlar onsuz da bilirsiniz də tez-tez təşkil olunur. Həftədə bir dəfə sınaq günümüzdür. Həftənin 6-cı günləri sınaq təşkil olunur həmişə. Ona görə də çalışacağıq ki, hər həftə bir sınaq təşkil edək. Belə sınaqlarda hamınızda iştirak eləməyiniz daha vacibdir. Deməli, sınaq ekranda. Fatma müəllim, bu sizin səhifənizdir, açmışam. Sonra indi biləcəksiniz, yəni harada problem olubdur. Yəni hansı sualda cavab variantı dəyişmişəm. Yəni o mən sualları yığanda cavab variantı səhv qeyd olunur. Əslində sual səhv deyil. Yəni cavab variantı, doğru cavab variantı qeyd olunur. Baxın, belə məsəl üçün tutaq ki, C variantıdır. Mən buna B variantı qoysam, sizin sualınız səhv hesab olunur. Amma məsəl üçün doğru cavab C olur da, bildinizmi? Yəni belə olanda sual sürüşməsi cavab variantı səhv olur. Gəlin başlayaq. Deməli, birinci suala. Bir-bir sualların müzakirəsini eləyimmi, yoxsa məncə eləyim də tez-tez, yoxsa necə eləyək? Bəli, müəllim, bir zəhmət olmasın. Baş üstə. Deməli, birinci sualda nə deyir? Deyir ki, A və B natural ədədlərdir. Əbu Babi 6, A plus B 84 olarsa, belə neçə sıra AB cütü mövcuddur. Deməli, əgər bu ədədlərin əbubu 6-dırsa, mən A üstə gələk B cəmində 84-ə bərabər eləyəndə burada A-nı 6M, B-ni də 6N şəklində yazsaq, bərabərdir 84. Niyə 6? Çünki 6-ya bölünən ədədlər olmalıdır. Buradan M üstə gələk N bərabərdir neçəyə müəllimlər? Deməli, olacaq 14. Düzdürmü? Aha. Bir də 14-də əbub mn bərabərdir 1 olmalıdır. Yəni, n və n ədədlərinin əbubu 1 olmalıdır. Onda biz hansı ədədləri seçə bilərik? 1 ilə 13. Düzdürmü? 13 ilə 1. Sonra hansılar seçmək olar, müəllimlər? 5 ilə 9, 9 ilə 5. 5 ilə, ay sağ ol, 5 ilə 9, 9 ilə 5. Biri də 11 ilə hansıdır? 11 ilə 3. 3 ilə 11, 11 ilə 3, bəli. Neçə dənə oldu? Ümumi 6 dənə. Deməli, 6 cüt ədəd seçmək mövcuddur. Gördünüz, cavab cəbəndi, doğru qeyd olunur. Başa düşdünüzmü? Yəqin ki, sual elə də çətin sual deyildi. Gəlin keçək növbəti suala. Bu sualdan güvəndə də, MHM-də də belə tip suallar çoxdur. İndi keçək bu sualın izahına. Deməli, burada deyir ki, A bölünsün. Deməli, A bölünsün B bərabərdir 4 bölünsün 7. Əkob A-nın yerinə 4K, B-nin yerinə də 7K yazmaq olar. Çünki 4 bölə 7 nisbətində olanda A-na 4K, B-ni də 7K bərabərdir 168 seçə bilərik. Burada K mötərizə xaricinə çıxsa, deməli, K vuraq, əbob 6. Yox, üzr istəyirəm, əkob. Əksov eləyəcək, 6 cavab 6. Bildim, 40 dənə buralara düzəliş edeyim. Deməli, K vurulsun, əbob, deməli, 4 ilə 7, düzdürmü? Bərabərdir 168. Əksov deməlim. Əkob, üzr istəyirəm, əkob. Deməli, 4 ilə 7-nin əkobu 28, K vuraq 28 bərabərdir 168-ə. K-mız neçə imiş? 6. 6.
Bizə deyir A plus B cəmini tap. A plus B, yəni 4K ilə 7K-nı toplayırıq. 11K razı. 11K, bu da bərabərdir. 11-i də vururuq 6-ya, eləyir 66. Mənə elə gəlir ki, çətin sualda deyildi. Bunu müəllimlərin demək olar 99% düz yazıb, bəlkə də 100% düz yazıb. Deməli, sonra keçək növbəti suala. Deyir, 1 üstəgələk 2 üstəgələk n cəminin 5-ə bölünməsi üçün n-in 5-ə bölünməsindən alınan qalıq hansı qiymətləri ala bilər? Bu biraz maraqlı sualdır. Belə sual həm də miks səviyyəli sualdır. Deməli, burada nə edirik müəllimlər? Ədədin 5-ə bölünməsi üçün deməli, birinci bu cəmə gəlin baxaq. 1-dən n-ə qədər ədədlərin cəmini ədədi silsilə ilə götürsək, deməli, S bərabərdir 1 üstəgələk birinci hədd, axırıncı hədd bölünsün 2, vurulsun nə? Həddin sayı n saydadır, ona görə n-ə vurduq. Yəni, belə oldu da düsturumuz. N vuraq, n üstəgələk 1 bölünsün 2. Düzdürmü? Yəni, hasildə n və n üstəgələk 1 deməli, n-in 5-ə bölünməsi üçün, deməli, həm n 5-ə bölünməlidir, həm də n plus 1 5-ə bölünməlidir. Burada fikir verirsinizsə, deyir, alınan qalıqlar hansı qiyməti ala bilər? Burada, deməli, 0 və 4 qiymətləri 5-ə bölünəndə alınan qalıq ola bilər. Çünki digər qiymətlərin heç birində qalıq qalmır. Deməli, qalıq olanda 0 və 4 ola bilər. Sonra keçək növbəti suala. Müəllim, orada Bəli. deməli o cəmdə Baxın, n-in yerinə qiymətlər qoysaz özünüz, qalığı tapmaq istəyəndə, yəni n-in 5-ə bölünməsi alınan qalıqları tapmaq istəyiriksə 0 və 4 alına bilər. Yəni, başqa bir liboy bir qiyməti qoya bilərsiniz. Yəni, bu cəmdə hasil 5-ə bölünür onsuz da. Baxın, n vuraq, n üstəgələk 1. Burada bir dənə n 5-ə bölünürsə, deməli, n üstəgələk 1 hasili də 5-ə bölünməlidir də. O şərti də yoxlamaq lazımdır. Təkcə n-in 5-ə bölünməsini yox, n plus 1-in də 5-ə bölünməsini yoxlamaq lazımdır. Ona görə alına bilən qalıqlar 0 və 4 ola bilər. Sonra keçirik növbəti suala. Əbob N60, bu qəşəng sualdır. Bu sualın cavabında dəyişiklik eləmişəm, müəllimlər. Deməli, bu sualın cavab variantını səhv eləmirəmsə 4 qoymuşdum. Səhvən olubdur. Amma cavab 8-dir. İndi izah edəcəm. Deməli, əbob N60 12-dirsə, baxın yazıram. Əbob N60 bərabərdir 12. Deməli, biz burada N-in yerinə 12K yaza bilərik. Deməli, yazıram əbob. Düzdürmü, ay müəllimlər? 12K, bir dənə 60 bərabərdir 12-yə. Buradan 12-ni mötərizə xaricinə çıxarsaq, 12 vuraq, əbob. Nə qalır? K, bir də nə qalır müəllimlər? 5 bərabərdir 12. Hər tərəfi 12-yə bölsək, nə qalır müəllimlər? Görsün necə maraqlı sualdır. Əbob K5. Burada deməli, bölənləri nə olmalıdır? Hə, müəllimlər? Yəni, 5-ə bölünən ədədləri götürməməliyik. Elə deyilmi? Bərabərdir 1-ə. Yəni, K ilə 5-in bölənlərini, daha doğrusu 5-in bölünənlərini seçməli deyilik. Çünki 5-in bölünənlərini seçsək, əbob 5 olardı. Amma burada nə yazır? 1. Elə deyilmi, ay müəllimlər? Bəli. Deməli,
5-in bölünənləri, bunun 120-nin bölənləri içərisində biz belə deyək də, e, birdən neçəyə qədər? 120-yə qədər. Gəlin, bax, belə yazım da. Birdən 120-yə qədər deyirsə, birdən 120-yə qədər deyirsə, n-in yerinə 12k yazanda, baxın, n-in yerinə 12k yazanda 1 kiçik bərabərdir k, o da kiçik bərabərdir. Nə olur, ay müəllimlər? 10. Düzdürmü? K-nın qiymətləri. Burada k nə ola bilməz? 5, bir də nə ola bilməz? 10. Ola bilməz. Aha. Başqa digər qiymətlərində şərti ödənir. Deyir, neçə n var? Deməli, 10-dan da çıxsaq, 10, birdən 10-a qədər 10 dənə ədədlərdir. İkisini çıxanda neçəsi qalır, müəllimlər? 8 dənə. Çətin deyil ki, biraz xırdaçıl sualdır, amma maraqlı həll oldu. Gördünüz, müəllimlər. Keçəkmi növbəti suala? Bu Bəli. neçənci sualdır? 5-ci sualdır. 5-ci sual biraz məntiqə əsaslanır, müəllimlər. 5-ci sual biraz məntiqə əsaslanır. Deməli, deyir ki, ABC ardıcıl cüt natural ədədlərdir. A plus B plus C cəmi 18 olarsa, ABC hasili neçədir? Burada biraz məntiqi düşünmək lazımdır. Ardıcıl cüt ədədlərin cəmi 18 nə zaman ola bilər? Ədədi silsilə ilə də baxa bilərik. Ardıcıl deyilsə 4, 6, 8 Sadə də alınır. ədədləri. Belə. Biri x götür, birini x üstə görə 2, birini də x üstə görə 4 belə də alınır. Hə, elə danılır. Bəli. Yəni Mən həmin bəli, ədədləri yoxdurla eləmişəm mən də, tənliklə. biz müəllimik də, ona görə bu ədədləri özümüz də avtomatik belə seçə bilirik də, düzdürmü? Yəni o x-dən yazmayım da, o x-i məsələn şagirdlər üçün deyərdik. Belə özümüz götürə bilərik. 4, 6, 8. Deməli, 4, 6, 8-in cəmi həqiqətən də 18 eləyir. A vuraq, B vuraq, C cəmi hasili də neçə eləyəcək? 24-ü 8-ə vuranda 192. Gördünüzmü? Belə tez cavab alına bildi. Deməli, sonra növbəti sual. Bu sualda güvəndə də, MHM-də də belə tip suallar qarşınıza çox gəlirdi. Birini də sınağa salmışam. Deyir, n ədədini 3-ə böldükdə 2. Deməli, biz burada n bölənlərin əkobunu tapacağıq. Bölənlər hansılardır, ay müəllimlər? Deyir, 3-ə böləndə 3, 5, bir də 7. Bunların əkobunu tapıb 1 çıxsaq, həmin ədəd deməli, ən kiçik n ədədi olar. Bu da bərabərdir. Bu ədədlərin əkobu neçə eləyir, ay müəllimlər? 105. Hasilidir də. 105-dən də 1-i çıxırıq, nə qalır? 104. Gördünüzmü? Cavab Y variantı doğru cavabdır. Sonra bir də 6, 7-ci sual. 7-ci sualda deməli, nə edirik? 2 üstü 2026. Heç Fatma müəllim, sizdən soruşmadım. Sizin səhifənizi açmışam. Bir problem olmaz ki, yəni sizin səhifədə olsaq. Xeyr, müəllim. Hə, birdən elə müəllim olur ki, narazılıq eləyə bilir. Ona görə mən soruşuram həmişə. Yox, müəllim, nə fərq? Hə, deməli, bu ədədin 5-ə bölünməsindən alınan qalığı tapmaq üçün müəllimlər nə edirdik? Qüvvəti 4-ə bölürdük. Düzdürmü? Bunun 4-ə böləndə 2026-nı biz 4-ə bölməli deyilik ki, 4-ə bölünmə hansıdır? Son 2 rəqəm. 4-ə böləndə qalıqda nə qalır? Mötərizədə yazıram. 2. Deməli, bu ədədin sonuncu rəqəmi 2-dir. Düzdür, müəllimlər? Yox, 2 üstü 2-dir, üzr istəyirəm. Elə deyilmi? 2 üstü 2-dir. Sonuncu rəqəm qalıq qüvvətin üstündə yazılır. 2 üstü 2. Üstə gələk. Burada necə edirik? Bunu da 4-ə böləndə yenə qalıqda 2-dir. Düzdürmü, ay müəllimlər? Burada mötərizədə qalıq. Sonra videoya baxıb burada səhv tutan müəllimlərə day mənim sözüm yoxdur. Ha, eləcə qalığı yazıram. Bilirsiniz də burada qalıq. Yəni bölüb ədədin özünü yazmıram. Qalığı yazıram. Birdən necə deyim, lətvəsi sizdən uzaq.
Sınaqda başlayır bir də görsən ki, paxıl müəllimlər olur, Fatma müəllim. Həqiqətən, ha, bax, valla. Bəlkə də görərsiniz, sizin də rastinizə gələr. Paxıl müəllimlər olur, indi girir ki, güya sınağa nəsə aşıbqa tutmağa. Hə, bir dəfə mən elgə demişdim loqaritmada. Deyir ki, müəllim, elgə deyil, o loqaritmadır, onluq loqaritmadır. Mənim ürəyim elgə istəyir, elgə demək. Burada onluq loqaritma və yaxud da elgə nə fərqi var? Yəni, indi elə müəllimlər olur, aşıbqa tutmaqdan ötürü ölürlər. Ona görə də burada qətiyyən səhv bir şey yoxdur, sadəcə qalığı yazıram. Deməli, yenə 3 üstündə 2 yazmalıyam, düzdürmü müəllimlər? Bax, sonuncu rəqəm qabağına nöqtələr qoyuram ki, bu ədədin əvvəli var, bizə sonuncu rəqəmlər lazımdır. Birincinin son rəqəmi nədir? 4. İkincinin son rəqəmi nədir? 9. Ədədi toplayanda son rəqəm nədir? 13, 3. Yəni 3 ilə bitir də. 5-ə bölünməsini alınan qalıq yenə nə olar müəllimlər? 3 olar. Cavab D bəndi. Yəqin ki, çətin sual deyildi. Bu sualı mən mövzu izahında da belə tip suallara demişdim. 8-ci sual. Deyir, 1-dən 1000-ə qədər həm 6-ya, həm 10-a bölünüb, lakin 15-ə bölünməyən neçə ədəd var? Müəllimlər, belə bir sual deyim sizə. Bu biraz çaşdırıcı sualdır. Bu sualda Fatma müəllim, siz də görürəm ki, siz çaşmısınız. Yəqin ki, Mən qarışdırdım. qarışdırmısınız. Həm 6-ya, həm 10-a bölünən ədəd 15-ə mütləq ki, bölünür. Elə ola bilərmi? Həm 6-ya, həm 10-a bölünüb, lakin 15-ə bölünməyən ədəd. Ola bilər, elə bilər də. Yox. Deməli, neçədir? Cavab 0-dır. Baxın, A variantı. Mən də 0 yazmışdım. Yox. Yox, A-nı qeyd, C-ni qeyd eləmişsiniz, Fatma müəllim. Müəllim, dəftərdə 0-dır. Elə. Qoyun mərkəz Burada deməli sizin 25-ə 25-dir nəticəniz. Ay yox, 9-cu sualda axı belə qırmızıdır. Deməm, 2 dənə səhvim var idi. 2 dənə səhv gəldi mənə. Yox, 24-dür. Baxaq görək. Baxaq görək. Bu niyə belə görsəndir? Bu gün bu sizin səhifənizdəmi dəqiq? Bizə dəqiqə mənim. Burada cavab məndə C idi. Mən C-ni yazmışam. Bu sizin, sizin səhifədir. Yəqin mən bu səhifəni yeniləməmişəm. Ola bilər. Olar, yeniləməmişəm bunu. Biz neçədə qalmışdıq müəllimlər? 9-cu sualda. Deyir ki, müsbət cüt bölənlərin sayı, xatırlayırsınızsa mən bunu mövzu izahında demişdim. Cüt bölənlər, yəni cüt natural böləni istəyir. Cüt natural böləni tapmaq üçün nə edirdik müəllimlər? Əvvəldəkinin üstün vurulur, üstəkləri bir var. Əvvəldəki yox, 2-nin qüvvəti olduğu kimi. Yəni əvvəldəki deməyək, düzdürmü? Çünki bizə cüt natural böləni üçün 2-nin qüvvəti mütləq şərtdir. Deməli, nə olacaq ay müəllimlər? 3 vurulsun, 2 üstə, 1 3 üstə. vurulsun, 2 üstə gərək 1. Elə qaydaya əsasən gedirəm. 5-in də üstündə 1 üstə gərək 1 yazırıq. Neçə eləyir? 9, 18. Deməli, bu ədədin 18 dənə cüt natural böləni var. Əgər bizdən tək natural böləni istəsəydi, ümumi natural böləndən çıxırdıq cüt natural böləni, qalır tək natural böləni. Və yaxud da tək natural bölənin qüvvət üstlərinə baxırsınız, 3-ü 2-yə vururuq 6. Deməli, bu ədədin 24 dənə natural böləni var imiş, 6 dənə tək natural böləni var imiş, 18 dənə də cüt natural böləni var imiş. Aydın oldu müəllimlər. Yəqin burada siz yenə variant söhbətində işarə eləmə səhv eləmişsiniz. Yox, məndə burada cavab C variantıdır. Müəllim, orada səhv oradadır. Orada nəsə qarışıqlıq olur. Orada əlini sürüşəndə də elə olur. Birdən elə olur ki, əlini sürüşür. Müəllim, əslində bir cavab var idi, deyəcəm sizə. 3-ün cavabı məndə səhv idi. Mən A-nı yazmışam 3-ü burada. Orada A deyil idi. Orada niyəsə səhv oldu. Mən 3-ü səhv yazmışdım düzünə qalanda. Amma burada 8 səhv gəlir. 9 səhv gəlir.
Yox, burada yenə də deyirəm, bəlkə yeniləmədə mən yeniləməmişəm, amma sizin səhifənizdə son variantda 24 düz məndə göstərir. 24 dənə düz. Aydındır, bax, Mən də telefonda mən baxmışam. 24. Yox, 24-dür Fatma müəllim. 24 dənə sizin nəticəniz var. Bir də Fidan müəllim də 24 dənədir. Aha, gəlin davam eləyək. Deyir, A natural ədədinin bir natural ədədinə böldükdə natamam qismətçi qalıq er olur. Bu sual qəşəng sualdır. Deməli, A natural ədədini B natural ədədinə böldükdə natamam qismətdə C qalıqda er alınır. Biz bölünmə əlamətində natamam deməli, bölünəni tapmaq üçün böləni qismətə vururuq, üzərinə qalığı gəlirik. Düzdür, müəllimlər? Eyni qaydanı gəlin tətbiq edək. A bərabərdir. Natamam qismət 5-dir. 5B üstə gələk, erimizdə 4-dür. Bizə verilən bu ifadədə yerinə qoysaq, yəni A-nın yerinə 5B üstə gələk 4 qoysaq, B-nin də öz qiymətini qoysaq, B, üstə gələk C-nin var qiyməti 5, R-in də qiyməti var 4, bərabərdir 97-yə. Buradan alırıq 6B bərabərdir 82, eləmi? 4. Yox. Bir dəqiqə. 84. 6B bərabərdir 97. 84 müəllim. 84, bəli. B də bərabərdir, neçə eləyir? 14. 14. Aha. Bizdən A ədədini istəyir. A da bərabərdir. 5 vuraq 14, üstə gələk 4, o da eləyir 74. Baxırsınız, cavab D variantı doğrudur. Aha. Keçirik növbəti suala. Bu sual haqqında, bu sualı Fatma müəllim doğru yazıb, çox qəşəng. Müəllim, o sualı mən təzə işləmişəm. 9-un güvənində o var. Mən o uşaqlara işlədirəm, təzə işləmişəm. Deməli, belə tip suallarda mən sizə bir gözəl qayda deyəcəm. Ümumiyyətlə, qüvvət üslərində əbubu tapanda nə edirsiniz? Deməli, bunu belə yaza bilərik. Elə bil 2 üstündə əbub 36-48-i tapırsınız. Bəli, qüvvət üstərim. Qüvvət üstlərinin əbubunu tapırsınız, bu ədəddən biri çıxırsınız. Baxın, yəni bu verilən biri çıxmaq lazımdır. Bu da bərabərdir. Deməli, 2 üstündə 36 ilə 48-in əbubu 12-dir. 1 çıxırıq. 2 üstü 12, 4096. Bir çıxanda 4095. Görürsünüz necə gözəl sualdır. Cavab A variantıdır. Doğrudur. Sonra keçək növbəti suala. Deyir ki, n natural ədədinin müsbət bölənlərinin cəmi SN ilə işarə olunur. Əgər n bərabərdir, deməli yazaq, n bərabərdir 2 üstündə 5 vuraq 3 üstündə 2 olarsa, deməli, müsbət bölənlərin, yəni cəmini tapanda müəllimlər, bu 2 üstü 5-dir, yoxsa 3-dür? 3-dür, 3. Burada 2-dir, eləmi? Müsbət bölənlərinin cəmi, qayda necədir, müəllimlər? Bax, bu 2 üstündə 4, yəni bir artıq qüvvəti, yəni belədir də, düstur belədir. Baxın, belə. Deməli, A üstündə n plus 1 minus 1 bölək A minus 1. Vuraq, B üstündə n plus 1 minus 1 bölək B minus 1. Baxın, düstur belədir. Yəni, natural böləndə müsbət bölənlərin cəmini istəyirsə, bu cür tapa bilərsiniz. Gəlin düsturda yerinə qoyaq. Olacaq 2 üstündə 4 minus 1 bölək 2 minus 1. Vuraq 3 üstündə 3 minus 1 bölək 3 minus 1. Hesablayaq 15 bölünsün 1, 15. 3 üstü 3, 27, 1 çıxaq, 26 2-yə böləndə 13. 15-i də 13-ə vuranda 195 edər yəqin ki. Cavab B variantı. Burada belə.
Sonra Müəllim növbəti sual sual. vermək olar burada. Bəli, buyurun. Müəllim, mən heç belə düstur bilmirdim. Elə 72 tapdım. 72-ni də bölənlərini tapdım. 72-yə bölünən bütün ədədləri. Onları cəmlədim, 195 verdi. Bilirəm. O yəni ən son variantdır. Bəlkə orada bir 1500 olardı. Onda Bu aləm düstur dəyərli var bir kitabda. Var kitabda Hə, düstur. var, kitabda Bilmirdim. var. Yəni əgər yadınızdan çıxırsa qeyd eləyə bilərsiniz. Yəni müəllimlər bunları, bu düsturları qeyd eləyin, siz də yararlanın. Sonra növbəti sual 13-cü sualda müəllimlər. Baxaq nə 13-cü sualda nə deyir? Deyir 1-dən 100-ə qədər neçə ədədin 3 müsbət böləni var. Bu yadınıza gəlirmi keçən 6-cı gündə xatırlayırsınızmı Bəli, Fatma onu müəllim? istədik hocam. Natural kvadratlar var. Kvadratlar. Bu sualı bir də saldım ki, burada məqsəd yoxdur. Ha, bu sualı bir də saldım ki, ümumiyyətlə yaddaşınıza yazılsın belə tip suallar. Əslində bu suallar müəllimlər şagirdlərdə olimpiyadaya düşən sual tipləridir. Yəni sertifikasiyada nə qədər düşür. Ona görə mən bu sualları tez-tez salıram ki, yaddaşınıza tam şəkildə yazılsın. Deməli, 1-dən 100-ə qədər neçə ədədin dəqiq 3 müsbət böləni var? Yəni 3 böləni var. Onu demək istəyir. Ədədlər 4-dür, 9-dur, sonra 25-dir, bir də 49-dur. Elə deyilmi ay müəllimlər? 81 bilirsiniz də, yəni kvadratik ədəd, tək ədədlərin, sadə ədədlərin qüvvət üsləri lazımdır bizə. Sadə ədədlərin qüvvət üsləri. Deməli, neçə dənə ədəd var burada? Sayırıq. 4 dənə. Deməli, cavab 4-dür. Sonra keçirik növbəti suala. Deyir, A çoxluğunun 12 elementi var. A-nın neçə A çoxluğunda seçilmiş 4 müəyyən elementin hamısı iştirak edir? Müəllimlər, bu sual çox maraqlı sualdır. Deyir ki, seçilmiş 4 müəyyən element. Müəllimlər, əgər bizdə bunun 4-ünü seçiriksə, deməli, yerdə neçə dənə element qalır, hə müəllimlər? 8 mi? Fakt 4-ünü seçirəm, o 4-ünün az çoxluğu mənə lazım deyil. Yerdə qalanın az çoxluğu lazımdır. Yəni 2 üstü 8, o da neçə eləyir müəllimlər? 256. Bu mövzunu mən demişdim də sizə, binomda, yəni belə deyək də, bu mövzu başqa harda var? Biz bunu hava bir də keçəcəyik. Belə mövzuları biz ehtimal nəzəriyyəsində, konvensiyon nəzəriyyəsində keçəcəyik. Aydındır müəllimlər? Yəni orada da bunu mən geniş şəkildə yenə izahını verəcəm. Əslində bunu mən keçən dəfə tam şəkildə izahını vermişdim. Xatırlayırsınızsa elə bu alt çoxluğa aid. 15-ci sual. Deyir ki, M A fərq B 12, B-nin A-dan fərqi 8, A kəsişmə B 5 olarsa, A birləşmə B neçədir? Biz bunu həm düsturla, həm də Venn diaqramından daha tez tapa bilərik. Bu A çoxluğu olsun, bu da B çoxluğu olsun. A-nın B-dən olan elementi, o fərqi olan elementi 12, B-nin fərqi A-dan 8-dir. Kəsişmədə 5-dir. Deməli, nə etmək lazımdır, ay müəllimlər? Bunları toplamaq lazımdır. Toplayanda nə eləyir? 25. 12 üstə gərək, 8 üstə gərək kəsişmədəki Mən düsturla yazmışdım. fərqi yoxdur. Venn diaqramından da daha tez tapmaq mümkündür. Sonra 16-cı sual. 16-cı sualda deyir ki, A çoxluğu 1-dən 100-ə qədər ədədlər çoxluğudur. 4-ə bölünən ədədlər, simmetrik fərq bu sualı deyirdiniz də yəqin ki. Bu suala şərti olaraq axtarış eləməmisiniz Google-da zətdə. Mən bu sualı məntiqdə uşaqlarla işləmişəm. Simmetrik fərq bir dənə yeni anlayış kimi qəbul eləyərsiniz. Bu nədir? Mən indi onu sizə deyəcəm. Deməli, müəllimlər, burada şərt nədir? 4-ə bölünənləri deyir B. Gəlin, MB. MB nəyə bərabərdir? 4-ə bölünənlər 25 dənədir, düzdür? 100-ü 4-ə bölürük, 25. Sonra
6-ya bölünənlər NC bərabərdir neçəyə? Deməli, 100-ü 6-ya bölürük, tam hissəsi. Yəni, 96-nı da 6-ya bölərik. Neçə düşür müəllimlər? 16. Bəli. Aha. Bir də bizdən nə çıxmaq lazımdır bunlardan? Hə, müəllimlər? Kəsişmədəki elementlər lazımdır. Yəni, MB kəsişmə C. Yəni, həm 6-ya, həm 4-ə bölünən ədədlər lazımdır. Yəni, neçəyə? Həm 4-ə, həm 6-ya. Deməli, 12-yə bölünən ədədlər lazımdır. 96-nı da 12-yə bölərik. Yəni, ən böyüyü 96-dır, ən kiçiyi 12, 8 dənə də bu. Deməli, simmetrik fərqdən nədir, müəllimlər? Burada belə də tapa bilərik əslində. Deməli, Venn diaqramını çəkirəm. Venn diaqramından bu daha tez görəcəksiniz. Deməli, B ilə C arasında simmetrik fərqi deyil, neçədir? Onun üçün, müəllimlər, kəsişmədəki elementi yazıram bura, 8. 25-dən 18 çıxan, 25-dən 8 çıxanda nə qalır? 7. Üz istəmək, 17. 17. C-dən çıxanda bu B çoxluğu, bu C çoxluğu olsun. 16-dan 8-i çıxanda 8. Simmetrik fərqdə B-nin C ilə fərqi ilə C-nin B ilə fərqinin cəmidir. Bildiniz? Baxın, simmetrik fərq nədir? B çoxluğu ilə C çoxluğu, yəni B-nin C-dən fərqi ilə yazın, bax, belə qeyd kimi. Simmetrik fərq bərabərdir. B fərq C ilə, C fərq B-nin, burada en yazaq qabağına. C fərq B-nin cəmi. Aydın oldu, müəllimlər? Bu olur simmetrik fərq. Neçə eləyəcək? 25. Çətin deyil ki, müəllimlər. Deməli, simmetrik fərq 25. Sonra neçəyə baxaq? 17. 17. 7 elementli çoxluğun deyir, neçə alt çoxluğunda ən azı 2 element var. Hə, bu maraqlı sualdır, müəllimlər. Deməli, gəlin birinci, 7 elementli çoxluğun ümumi alt çoxluğundan sayını tapaq. 2 üstü 7 bərabərdir 128. Düzdür, müəllimlər? Müəllim, ən azı dediyi üçün 3 götürürük element, 2 üstü 3. Bəli, ən azı 2 element deyirsə, deməli, belə də yaza bilərik də, hə, 2 üstü 3 də yaza bilərik, çıxa bilərik bundan. Yəni, ən azı 2 element deyirsə, 3 dənə də element seçə bilərik və yaxud da belə də deyə bilərik. Kombinizon 7 elementdən biri seçə bilərik, bu olar 7. Bir də boş çoxluq var ki, hər bir çoxluğun alt çoxluğudur, bir dənə də bu. Deməli, 128-dən çıxacaq 7-ni və ondan çıxacaq nəyi? 1-i. Neçə qalır, müəllimlər? 120. Və yaxud da bunu mən dediyim kimi, ən azı 2 element var deyirsə, orada 1 elementli də lazımdır, 2 elementli də lazımdır. Aydın oldu, müəllimlər? Sonra, neçənci suala keçək? 18. Hə, burada universal çoxluq sizi çaşdıra bilər. Universal çoxluq 3 çoxluqda, yəni 3 çoxluğun kəsişməsində, birləşməsində işlənir, müəllimlər. Yəni, bu universal çoxluğu çox yerdə görmək, yəni görə bilmirsiniz. Amma 3 dənə çoxluqda, yəni bu çoxluğun birləşməsi, kəsişməsi verilərsə, universal çoxluqda deyil, neçə element var? Gəlin buna baxaq. Ümumiyyətlə, universal çoxluq üçün birinci belə bir şey deyim sizə. Deməli, N-A, hə, göstərəcəm, Venn diaqramında da göstərəcəm. N-A birləşmə B, birləşmə C nəyə bərabərdir, müəllimlər? Bax, bunu qeyd kimi yazaq. Deməli, N-A üstə gərək, bunu elə yerdən yazdım ki, biraz uzun gedəcək. Qoy buradan yazdım, bax, buradan yazıram.
Buradan yazıram ki, hamısı yerləşsin. N, A, birləşmə B, birləşmə C. Bax, 3 dənə element üçün, bax, 2 element üçün həmişə yazmışıq da, düzdürmü, ay müəllimlər? 3 element üçün də indi baxın, görün necə gözəl qayda var. Deməli, nə edirəm? N, A, üstə gələk, Venn diaqramında da göstərəcəm. Üstə gələk NB, üstə gələk NC, çıxaq N, A, kəsişmə B, çıxılsın N, A, kəsişmə C, çıxılsın N, B, kəsişmə C və üzərinə gəlirəm N, A, kəsişmə B, kəsişmə C. Bunu düstur olaraq bəlkə də siz çətin başa düşə bilərsiniz. İndi mən bunu Venn diaqramında daha, onsuz da mən bunu Venn diaqramında belə bir misalları baxmışdıq. İndi gəlin baxaq, burada tam aydın olsun. Baxın, müəllimlər, bax, A çoxluğu, bu A çoxluğudur. Bu B çoxluğudur, bu da C çoxluğu. Bax, ümumi hər bir çoxluqdan, yəni hər üçünün, bax, yazmışam NA, NB, NC. Bundan çıxıram A-dan kəsmən B-ni, yəni buranı, sonra A ilə B ilə C-ni, sonra A ilə C-ni çıxırıq və buradakı çoxluğu, görürsünüz, bax, burada hər üçünün kəsməsindəkini, bax, bunun üçündəkinin üzərinə gəlmək lazımdır. Yəni, bax, burada hər üçünün kəsişməsində olan neçə element varsa, NA üstə gələ, NB üstə gələ, NC-nin üzərinə gəlmək lazımdır. Aha, indi misalda gəlin baxaq. NA 18, NB neçədir? 16, NC neçədir? 14. Çıxacaq A kəsişmə B 6, A kəsişmə C 5, A, B kəsişmə C 4. Və üzərinə gələcəm nəyi? 2-ni. Neçə eləyir müəllimlər? 45? Yəqin ki, 45 eləyər. Aha, bu da belə. Yəni 3. Bəli, 45. Deməli, gördünüz 3 bir şey deyə elementi. bilərəm. Bəli, buyurun Fidan müəllim. Zəhmət olmasa 14-cü suala baxardıq. Bizdə işıq söndü, oranı görə bilmədim. Videonu ataram, baxarsınız. Olar, yəni bu gecikməyək də bunlarda. Yəni videonu Bəli, atacam, baxarsınız. bəli, Sonra izləyə bəli. bilərsiniz. 19-cu sual, müəllimlər. Mən bunu Venn diaqramında da yazardım. Hansını? 19-u 18-i. yazdım da Venn diaqramında. Venn Hə, diaqramında. içərisində yazmağa. Bəli, Burada bundan rənglədim də, rəngləyəndə onsuz da bilinir də orada nəyi çıxmaq lazımdır. Yəni əsas çıxılanları göstərdim, bildinizmi? Mən çıxmadım, müəllim. Bax, indi burada tən ortada üçünün birləşməsi var. Üçünün kəsişməsində 2 yazanda, A-la tutaq ki, B-nin Bilirəm, birləşməsi müəllim. Hə, Venn diaqramın içində deyirsiniz, yazım göstərim. Yaxşı. Hə, olsun. Oy. Aha. Bəli, rahat olur. Sadəcə düstur olaraq göstərdim sizə. Bax, A-nın deməli 18, baxırsınız 18. Deməli, A çoxluğunda 18. A-nın B-dən fərqli elementi 6. Düzdürmü? Deməli, bura nə yazaq? Gəlin kəsişmələrdəkiləri yazaq. A-nın B-dən fərqi 6. Sonra bura 2. Sonra 6-ın yerinə 4 qalacaq müəllim indi. nə? Biz onların hərəsindən 2 çıxmalıyıq axı. Yəni 2-ni yazandan sonra Düzdür, 6-da 4 qalır. Düzdür. Bir dəqiqə. Burada 4, burada 2, düzdür. Sonra A-nın C-dən kəsişməsi. A-nın C-dən kəsişməsi 5-dirsə, bura 3 olacaq. B-nin C-dən kəsişməsi 4-dirsə, bura 2 qalacaq. Bəli. Aha, indi yerdə qalan 18, deməli 4, 2, 6, 9. Bura qalır 9. Düzdürmü ay müəllimlər? Bəli. B 8. 16-dır. 16-dan 8 çıxanda 8 qalır. C çoxluğu da neçədir müəllimlər? 14-dür. 14-dən də deməli 7-ni çıxsaq 7 qalır. 7. Aha. Ümumi A birləşmə B birləşmə C neçə eləyir? Burada 35 eləyər. 35. Üstünə də 10 gəlir, 45. Hə, yox, bura 35-dir, 35. Aha. İndi deməli bizdə burada
heç birinə daxil olmayan yazıb 10 element var. Bəli. Baxın, orada söz yazılıb, görürsünüz. Bax, ən nüanslı məqam budur. 10 dənə element heç bir elementdə daxil deyil. Ona görə 35 ilə də onu toplayırıq. Neçə eləyir müəllimlər? 45. Yəni, universal çoxluğun neçə elementi var imiş? 45 dənə. Amma Sonra, indi bu diaqramdayların için toplayıb elə üstünə 10 gəlsən birbaşa 45 alınır. bəli, bəli. 19-cu sual. 19-cu sualda deyir 60 nəfərlik qrupda 35 nəfər ingilis, 30 nəfər rus, 25 nəfər bax. Bayaqki 3 elementli çoxluğa aiddir bu. Yenə necə yazaq? Necə yazaq? Deməli 35 ENA-dır. Bu ingilis dilidir. Sonra 30, eləmi? Üstə gələk 30. Üstə gələk 25. Bax, düsturla yazıram. Çıxaq. Nə? Kəsişmədəkilər. Bax, veribdir. 15 ingilis rus. 25 çıxaq 15. Sonra 12 nəfər ingilis alman. Çıxaq 12. Düsturla yazıram. Ay mənimə. Baxın hələ. 10 nəfər də rus alman. Çıxaq 10. 5 nəfər hər üst dilini bilir. Üstünə 5. Hesablayırıq neçə eləyir? 58. 58. 58-dən də 2 çıxaq. Deyir, ümumi 60 nəfərlik qrupdur. Bəli, 60-dan da çıxırıq 58-i. Deməli, 2 nəfər heç bir dili bilməyənlərdir. Sonra 20-ci sual. Deyir ki, A və B çoxluqlarının hər birinin 6 elementi var. Kəsişmədə 2 element var. NA birləşmə B-nin neçə 3 elementli alt çoxluğu var. Müəllimlər, baxın, A birləşmə B deyirsə, deməli biz burada nə edək? Hər birinin 6 elementi var. Yazıram, bax, 6. Üstə gələk, 6. Kəsişmədə neçə element var müəllimlər? 2. Çıxaq 2. Bu NA, üstə gələk MB, çıxaq NA kəsişmə B-dir. Düzdür müəllimlər? Düstur əsas. Eləyir 10. İndi 3 elementli alt çoxluqlar istəyirsə, kombinizon ondan 3. Eləmi? Bu da hesablasaz 120 dənə eləyər. Sonra neçəyə baxırıq? 21-ə. Fikir verirsiniz, sonuncu bu çoxluğa suallar çox bir möhtəşəm suallardır. Həqiqətən, yəni belə tip sualları siz imtahanlarda ən çox rastlaşacağınız suallardır deyə mən bu tip sualları qoymuşam suallar içərisinə. Deyir, 8 elementli çoxluğun neçə alt çoxluğunda ən azı bir element iştirak edir. Müəllimlər, 8 elementli çoxluğun neçə alt çoxluğunda ən azı bir elementli iştirak edir deyəndə 2 üstü 8-dir, düzdürmü alt çoxluqların sayı? Bir dənə boş çoxluğu çıxırıq. 255. Olur 255. Görürsünüz necə maraqlı sualıymış. Sonra neçəyə baxırıq? 22-ci suala. Deyir A və B çoxluqları üçün burada alt çoxluqlarının sayı PA, PB sizi qarışdırmasın. Bizim bildiyimiz, yəni 2 üstü N, 2 üstü N olanlardır da, bildinizmi ay müəllimlər? Yəni PA yazıblar, burada fərqi yoxdur. Yəni sual olaraq mən belə tərtib eləmişəm, PA, PB qeyd eləmişəm, alt çoxluqları fərqləndirmək üçün. Deməli, necə yazacağıq? A ilə B-nin birləşməsindəki elementlər 2 üstü 8-dir, eləmi? Bəli, o da 256. Deməli, 2 üstü 8 neçə eləyir? 256, düzdür? Aha. Kəsişmədəki elementlər 4 dənə. Biz burada nə edəcəyik? Bizə birləşmə ilə kəsişmənin sayı lazımdır. Bizə dəqiqə. Yox, kəsişmə ilə birləşmənin sayı yox. Bizə dəqiqə, müəllimlər. Oradan da NA, MB-ni tapırıq da. Kəsişməni verib də 4 dənədir.
Kəsmədəki elementlərin sayı 2 üstü 4-dür. Eləmi? Yox, bir 4 demədim. 2 üstü Düzdür. 2'dir 4 2 verir.2. 56 üzr 256'ını istəyirəm. 4'e 2 üstü bölür. 2-dir. Hə, 2 üstü 2-dir. Bəli. Bu da nəyə bərabərdir? 4-ə. Düzdürmü? Bizə nə istəyir ki burada? Müəllim elə bil 2 üstü 8'den 2 üstü 2'ni çıxdıq. Yerdə 2 üstü 6, 64 verir. Hə də birləşmədəki elementlərdən, yəni 2 üstü 8-dən çıxırıq nəyi? 4'ü. 4 de 2 üstü 2 demek. Elə eləmir axı. Ben Bölürük, yoxsa böldük 4'e. Müəllim, ENA ilə MB-nin cəmi 10 eləyir. Onda mənim 2 Müəllim üstü 2 üstü 8 elə 2 üstü 2'ye böləndə bizə verir 2 üstü 6 da. O da bərabər 64. bildimi 2 üstü 8-i 2 üstü 2-yə bölmək lazımdır. Mən belə deyirəm. Düzmü deyirəm, yoxsa səhvmi dedim? Bəli. Hə. Deməli, neyləyirik? Böləndə ötürəcək. Qalır 2 üstü 6. Bu da nəyə bərabərdir? 64-ə. Yəqin siz belə demək istəyirsiniz, eləmi? Bəli, mən elə yazmışam. Aha. Sonra neçəyə baxaq? 23-cü sual. Deyir 45 nəfərlik qrupda riyaziyyat, fizika, kimya fənlərini sevənlərin sayı araşdırmışdır. Bu da bayaqki tip sualdandır deyəsən, eləmi? Deyir ki, burada hər üç sinifəni sevənlərin sayı lazımdır. Gəlin belə bir şey deyək. Venn diaqramı çəkirəm. Venn diaqramla gedək, yoxsa düsturla gedək? Diaqram yaxşıdır, müəllim tez baxın. Diaqramla yaxşıdır. Deyir riyaziyyatı 28. Deməli 28, 22, 50, 50. 24 daha neçə eləyir? 74, eləmi? 74. Bəli. Aha. Hər ikisini sevənlərin sayı 17-dir. Deməli 74-dən çıxacağıq nəyi? Hər ikisini sevənlərin sayını. Eləmi 17-ni? Nə qalır? 7, 7. Yox, 74-dən bizə dəqiqə düzmə hesabladım ay müəllimlər. 28, 22, 50, 24 da 74. Düzdür, düz. Deməli, gəlin biz bunu belə eləyək. 74-dən çıxaq 45-i birinci. Neçə qalır? 14-dən 5, 9, 29 qalır. 29. 29. Düz demə. Aha. İndi deyir ki, yalnız 2 fəni sevənlərin sayı 17-dir. Iyirmi doqquzdan 17 çıxacaq, eləmi? Bu Venn diaqramından niyə alınmadı? Bəlkə misalda problem var. Mən bunu yaza bilməmişdim müəllim. Elə təxmini prosta o ulduzlu məsələsinə görə cavab atmışdım. Yox, problemli məsələ deyil bu. Sadəcə olaraq biz burada nəyə fikir verməmişik? Mənə o maraqlıdır. Bizə dəqiqə. Iyirmi doqquz, 17. 45-dən 17 toplayanda. Cavabı düz vermir axı ay müəllimə. Yoxsa mən səhv hesabladım. Təzədən baxın.
Hər bir şəxs ən azı bir fəni seviyə 28 düsturda yerinə qoysaq ağlanır daxil. Ya. Bir dəqiqə. Biz burada nəyə fikir vermədik? Nəyə fikir vermədik? Deməli 29-u düz tapdıq, hə. Müəllim, orada 2-ni 17-yə Aa, vurduq. bizə dəqiqə 20 74 çıxar 2 29-dan. vuraq 17. Yox, indi 17-ni çıxırıq. Təzədən bir də 17 çıxılmalıdır, 2 vuraq 17. Yox, bax bizə dəqiqə. İki fənni sevən 28, deyirəm, 22, müəllim. 74. Ona görə 74 çıxar 2 vuraq 17. Belə yazmalıyıq da. 29-dan çıxacağıq. 17-ni. 17-ni böləcəyik 2-yə. Bəli. Neçə düşür? Düz gəlmiş Altı. əslində. Düz 12, 6. 6, bəli. Deməli, 6 dənəsi hər üç fənni sevənlərin sayıdır. Aydın oldu müəllimlər. Niyə burada 2-yə böldük? Kim deyər? 2 fənni ona görə. Çünki yalnız 2 fəni sevənlərin sayı 17-dir. Ona görədir. Aydın Bəli. oldu. Sonra keçirəm növbəti 24-cü suala, eləmi? Deyir ki, çoxluğun elementlərinin cəmi tək ədəd olan neçə 3 elementli az-çoxluq var? Hə, bax bu maraqlı sualdır müəllimlər. Gəlin baxaq. Deməli, birinci gəlin bunu xırda-xırda gedək. Bunu deyəsən çox müəllim səhv yazıb. Qoy bir dənə baxım görüm burada nə qədər də bana düz yazanlara sahib. Bir dəqiqə. Tez gedək. Bu biraz maraqlı sualdır. Elə bunun maraqlı olduğuna görə baxmaq istəyirəm. Görüm buna neçə faiz adam düz yazıb. Bu neçə sualda? 24. 24. Müəllim, məndə bu cavab doğrudur. Mən 28 və dəftərimdə 28-dir. Burada niyə 56 gəlsin? Bilirəm, müəllim. Mən deyirəm axırıncı düzəlişlərdən sonra olubdu bu. Bildinizmi? Hə, qarışıb. Hə, qarışıb. Bildinizmi? Ona görə. Bu neçənci sualdır? 24. 24. Hə, 24 4 idi. O əvvəlcə elə 23 idi. Mən 24 qoymuşdum. Həm bizonla olurdu, aldığımız Hə. cavabda. Bax bunu 3 müəllim doğru cavabı yazıb, 3 müəllim yanlış cavab yazıb 24-cü suala. Deməli, gəlin bunun həllinə baxaq. Burada birinci nəyi araşdırmaq lazımdır? Deyir ki, gəlin deyir, cəmi tək ədəd olan neçə 3 element var. Müəllimlər, ədədin cəmi tək... Ay mama, bir dəqiqə onu dayandır. Üzrlü sayın müəllimlər. Deməli, burada necədir qayda? Baxın, cəm tək ədəd olması üçün hansı şərt olmalıdır? Onu mənə deyin. Bu fəqətlə tək ədədin cəmi. Bəli. Ya tək Deməli. olmalıdır hər biri, ya da cüt və tək olmalı. Yox, hər biri tək olanda toplayanda cütə təz eləyəcək. Yox, 3 dənə də, 3 dənə deyir axı, ona görə 3 dənə tək ədəd. Hə, mən ikisini götürmüşəm. Hə, baxın. Ya 3-ü tək ədəd olmalıdır. Ya 2 cüt bir tək. Baxın, bunu sizə tam şəkildə göstərirəm ki, həyatı boyu problem yaşamayaq bu sualda. Sonra 1 cüt, 2 cüt, 2 dənə cüt, 3-cü tək ola bilər, eləmi? Bəli. Yox, belə düz yazmadım. Yəni kombinasyon Cüt, 8-dən 2 tapar. Yox, yazacağam, bilirəm. Ay mənim, kombinasyona niyə gedirsiniz? Əvvəlcədən qoy bir dənə şərti olaraq göstərim ki, nəyi necə seçmək lazımdır, bildinizmi?
Kombinezona qalmış olsa yazacağam, hamısını yazacağam. Deməli, gəlin birinci tək ədədləri burada seçək. 1, 4 2, dənədir. 3, 4. Yazıram kombinezon 4-dən 3. Bax, siz deyən kimi. Niyə 3? Çünki 3 dənə ədəd seçilir burada. 4 dənə elementdən 3 dənə ədəd seçilir. Amma halbuki 4 dənə element var orada tək ədəd. Bunu toplasaq, hesablasaq neçə eləyir? 4. Düzdür? Aha, indi biri tək 2 cüt olan variantlar. İndi deyin mənə, kombinezon 4-dən 1, bura kombinezon 4-dən 2. Niyə bunu belə yazdım, ay müəllimlər? Baxın, 4 dənədən biri təkdir, 4 4 dənədən dənədən də biri ikisi cütdür. təkdir, 4 dənədən İkisidir. ikisi cütdür. Ona görə bunların hasili neçə eləyir müəllimlər? Deməli, 24. 24, bəli, 24. 4 dənə də buradaydı. Toplayırıq bu ikisini də. 4 ilə 24-ü toplayırıq. Neçə eləyir müəllimlər? 28 dənə. Gördünüz? Necə maraqlı, gözəl oldu. Sonra növbəti suala keçəkmi? Bu nədir? Sualın nömrəsi 24-24 yazılıbdır. Bu niyə belə olubdur? Maraqlıdır. Bax, bu 23. Burada suallarda qarışmalar oldu ya, ay müəllimlər. Bəli, Bəli, 25-ci son sual belə idi. elə 24 idi. Yox, bildim. Bizə dəqiq bunu bax. Bunu düzəldərəm, eybi yoxdur. Əsas sualın özü 24, 25 dənədir. Burada 24 sual. Rəqəmi dəyişməmişəm də, bildinizmi? Aha, ABC deyir çoxluqları üçün ABC bir-birinin çoxluğudur. Yəni AB-nin AB hər üçü C-nin çoxluğudur. Elə deyilmi? Bax, belə yazaq. Bu olsun C çoxluğu, bu olsun B çoxluğu, bu olsun A çoxluğu. Düzdür müəllimlər? İndi deyir A ilə B-nin birləşməsi. Baxın, A ilə B-nin birləşməsi nə verir? B çoxluğunu verirmi? Baxın, A ilə B-nin birləşməsi B çoxluğunu verir. Bəli. B ilə C-nin fərqi. B ilə C-nin fərqi nə verir, ay müəllimlər? B-nin C-dən fərqli elementi varmı? Varmı ki, B-nin C-dən fərqli elementi? Xeyr, boş çoxluq. Boş çoxluqdur. B çoxluğu ilə boş çoxluğun kəsişməsi nə olar? Boş çoxluq. Boş. çoxluq. Heç bir element yoxdur, nə ilə kəsişəcək? Ay sağ ol, bəli. Aydın oldu. Aha, Bəli. sınağımız bu qədər. Sualı olan varmı sınağa aid? Sınağı ümumiyyətlə deyin görün, bəyəndinizmi? Necə oldu? Yəni bu suallar necə suallar idi? Həqiqətən də müəllimlər, mən sizə bir şey deyim. Çoxluqlar bölməsinin ən möhtəşəm suallarını salmışdım. Sırf imtahan tipli suallar idi. Natural ədədlər içərisində də qəşəng suallar var idi. Yəqin ki, sualları siz də bəyəndiniz. Sınağı mən yekunlaşdırıram. Kiminsə sualı varmı? Buyursun. Fikrini və yaxud da sualına, nə bilim. Bəlkə bir, necə deyim, biri fikir də söyləyə bilər. Mənfi fikir də söyləyə bilərsiniz. Mənə suala qarşı, testə qarşı müsbət fikir də söyləyə bilərsiniz. Buyurun, söz sizdə. Müəllim, 16 baldan aşağı bal yığan müəllim var bu qrupda. 16 baldan aşağı. Bu bizə dəqiqə. Bir dəqiqə. Ona necə baxacaqdım? 16 baldan aşağı bal yığan var, hə. Məndə 16 idi, ona görə deyim. Bal deməyin də, ay müəllimlər. Bal deməyin burada. Hər kəs onsuz da öz balını bilir. Sadəcə ən yüksək nəticələri mən özüm dedim ki, yəni 24 ola bilər. Hətta deyəsən Fatma müəllim 25 dənə düz oldu, eləmi sizdə? Baxın, bir dəqiqə, bunu yeni. Bir dənə səhvim, bir dənə, iki səhv gəlmişdi, amma biri səhv oldu. Bax Fatma müəllim, bax yeniləyirəm, baxın. Bax gördünüz, bax yenilədim. Yenilədim. İndi bir dənə baxın sizdə dəqiq. Bax indi bax burada nəticələr bölümünə girim, bir dəqiqə. Bu kaydı dayandırım. İndi siz yenilədiniz, mən də girim baxım.
Bir dəqiqə. Aha, deməli, kaydı dayandırdım ki, görsənməsin. Deməli, bax burada yekuna keçək. Bax, görürsünüz? Bax, nəticələrə baxın. Fatma müəllim, sizdə 24 göstərir. Baxın, 24, 24, 21, Xədicə müəllimdir, 16, 16, 14. Nəsə. Belə. Kimin sualı varsa, buyursun. Yoxdursa, 25-nə müəllimlər, inşallah növbəti sınaqlarda daha yüksək nəticə əldə edərsiniz. Səsim gəlirmi? Bəli. İnşallah növbəti sınaqlarda daha yüksək nəticə əldə edərsiniz. Onsuz da bizim mövzu sınaqlarımızdan da əlavə ümumi sınaqlar da olacaq. Ayda 2 dəfə elə olacaq ki, bir aydan bir. İndi hələ ki, bir aydan bir keçirəcəm. Bir mövzuları, məsəl üçün 12 mövzu keçəndə ayda 2 dəfə sınaq təşkil edəcəm. Yəni, ümumi sınaq təşkil olunacaq. Hələ ki, bir dənə mövzu sınaqları olacaq, hər ayda bir dənə. Daha doğrusu mövzu yox, ümumi sınaqdan söhbət edirəm. Ümumi sınaqlar, ümumiyyətlə, ümumi sınaqlarda nəticələrinizi siz növbəti aylarda, o birisi aylarda müqayisə edə Nə biləcəksiniz. qədər çox işləsən o qədər. İndi bax siz dərsə başlayanda mən dərsim var idi, uşaq var idi. 9-cu sinif. Uşaq getdi, mən dərsə girdim. Nə qədər çox işləsən o qədər yaxşı olur. Əlbəttə, baxın müəllimlər, ümumiyyətlə sınaqlarda çalışın qəşəng iştirak edin. Ümumiyyətlə canlı dərsləri itirməyin. Canlı dərslərdə hamı iştirak eləsin. Valla, baxın, problemi dərs vaxtı çözmək lazımdır, elə deyilmi? Problemi dərs vaxtı çözək ki, sonra o problemlə növbəti imtahanlarda, gələcəkdəki imtahanlarda rastlaşmayaq. Sualınız yoxdursa, müəllimlər, sağ olun, gecəniz xeyrə qalsın, növbəti dərsdə görüşənə qədər. Sağ olun müəllim. Sağ olun, sözünüz xeyir.